Herkese salam dostlar. Kanalıma hoş gelmişsiniz. Her birinizi hoş gördük kanalımda. Dostlar, ağ ördeğin balalarını elə soruşurdunuz. Bir iki nəfər soruşmuşdu, nə vaxt çıxacaq. Onlar çıxdılar. Əslində vaxtından biraz tez çıxdılar. Yəni düşündüyümdən daha tez çıxdılar. Normalde biz bu ördeği keçən ayın 15'i bastırmışıq. Yəni bu günləri hesablasaq 31-ci gündür əslində, amma çıxartdı, bitirdi. Amma ördeğin zaten yumurtasına baxanda bilmirəm, videolarda hər halda sizə bəhs eləmişdim, bastırdığımdan sonra çəkdiyim videolarda ki, bəs ola bilsin ki tez çıxdı. Çünki basırdıqdan 2-3 gün sonra yumurtalara baxdıqda artıq yumurtada içində yaranan dölün 3 günlük yox, daha artıq hətta 5-6 günlük falan olduğunu gördüm. Bu da nədən qaynaqlanır? Hava istidir, ördəklər də qırtlamağa tamamıyla qırt yatmadan əvvəl bir neçə gün yatıp durur. Biraz daha çox yatır da yumurtanın üstünə, belə demək lazımdırsa. Onda ola bilir ki yumurtada artıq döl yaranır və havalar da isti olduğu üçün olur da, mümkün olur. Yəni normalda soyuq havalarda ördək yatdığı gündən döl yaranmağa başlayır, amma belə yay aylarında o yatıp durmağı ilə də döl yarana bilir. Bugünkü videomuzda bu ördəkləri göstereceğim sizlere. İndi biraz başka danışacaklarım da var bunlar hakkında. Bir de diğer ördəklərimizin inkişafını göstereceğim size. Hansı ki o günlerde çıxan ördəklərimizin inkişafını göstereceğim size. Bunlar hakkında olacak bu videomuz. Xahiş edirəm, eğer abone değilsizsə kanalıma abone olun. Videonu da beğenmeyi unutmayın. Kənd həyatına bağlı, heyvanlarla bağlı videolar paylaşırım. Eğer sevirsinizsə kanalıma abone olun ve videonu sona kadar izləsəz çok sevinirim. Demək dostlar, 3 dənə ağ ördəkdir. Bu ördəyi bastırdığım anda mən demişdim ki, çünkü bilirsiniz bu ördəyimizin yanından erkeği bu yumurtaya başlamadan 8 gün önce artık vermiştim əmimgilə. Yəni yanında erkek yok idi. Mən də düşünmüşdüm ki, göldə qonşunun səsli ördəklərini falan cütləşib, amma yumurtaları altına qoyandan sonra baxdım ki, bəs yumurtalardan sadəcə 3 dənəsi döllüdür. İlk yumurtasında sındırmışdım ki, görüm döl var yoxdur deyə. Toplamda 4 yumurtası normalde döllüymüş. Aramızda ilk yumurtasını ben sındırmıştım diye. Gördüm 3 yumurtası döllüdü ve internetten araştırdım. Baktım ki dişi ördək yəni 15 gün o dölü canlı şekilde bədəndə saxlayabilir ve yumurtaya ötürebilir. Normalde ben bilirdim ki, məsələn, bunu hem sınavdan keçirmişdim, hem de okumuştum. Bilirdim ki, məsələn, ördək yumurtaya erkeğin başına bir şey gələr və yaxud da ki, erkeğdən ayırarsınız. O ayırdığınız gündən sonraki 4 yumurtası belə, ördəyin 3-4 yumurtası, həmçinin qazlı da eyni şəkildə belədir. Döllü olur, yəni içi döllü olur. Amma məsəl üçün ördək yumurtaya başlamadan önce mən heç vaxt hem sınamamışdım, hem de bu barədə bir şey oxumamışdım ki, məsələn, ördək yumurtaya başlamadan və yaxud da qaz yumurtaya başlamadan, ikisi de eynidir bu arada. Ayırdığımız zaman, yəni erkek yanından ayrılsa belə 15 gün. İndi bu ortalama bir rəqəmdir. Məsələn, 15 deyirik 17 gün, 18 günde olabilir. 15 deyirik 12 günde olabilir, 10 günde olabilir. Yəni biraz az 1-2 gün, az 1-2 gün çox olabilir. Məsələn, deyirik 3-4 yumurtası döllü olur. Məsəl üçün 5 yumurtası döllü olar, 2 yumurtası döllü olar. Yəni bu ortalama rəqəm deyirik, amma istisna hallar ola bilər də. 1-2 rəqəm artıb, 1-2 rəqəm aşağı düşə bilər. 8 gün əvvəl ayrılmasına baxmayaraq, yəni bunun yanından erkek getməsinə baxmayaraq, ördeğin ilk 4 yumurtası döllü çıktı. Yani bu da onu gösterir ki, eğer yanınızdan ördeğinizin yanından erkek ayrılıpsa bile, mesela için 10 gün sonra yumurtaya düşüp, bir hafta sonra yumurtaya düşüp ilk 3-4 yumurtası döllü olacak. Yani bunu nəzərə alın sizdə. Yəni bu gedib səsli ördəklə cütləşməyib də lal ördəyimdən qalan dölllə qalıb. Bu arada bizim bilirsiniz ki, ilk ördəklərimizin bu ağ ördəyin birinci yumurtalarını da balalarını satmışam, ikinci yumurtalarını da balalarını satmışam deyə özümdə sadəcə bir neçə dənə balası çıxıb ilk yumurtalarından bir neçəsini qarışdırmışdım digər ördəklərlə. Ona göre bir neçə dənə sadəcə ağ ördəyim çıxıb. Mən də bilirsiniz ki, bu illər ağ ördək fərə saxlamaq istəyirəm. Bir dənə fərəm var, erkəyim də var damazlıq saxlamağa. Prosta istəyirdim ki, bir dənə də fərə olsun, saxlayayım ağ ördəkdən. İndi inşallah bu 3 dənədən böyük ördəklərimin içində 2 dənəsi var. Onlar da cır çıxdı. Nədənsə cır oldular ikisi də. Ona görə damazlıq saxlamayacağım onlardan. İndi inşallah bunların içindən bir samballı bir dənə fərəsi çıxar, heç olmasa, yəni cır olmayan, yaxşı samballı bir fərə çıxsa damazlıq saxlayacağım. Bu arada bütün ördəklərimi bilirsiniz ki, mən hamısını anasından ayırırdım, amma bunu artıq anasından ayırmayacağım. Çünki cəmi burada 3 dənə ördək var.
həm də yaydı. Əlavə bir toyuğum filan da yoxdur ki, ona verim saxlasın. Ona görə elə anasına verəcəm bu ördəkləri. Anasına verəcəm, anası saxlasın. İndi göldə deyirdim ki, göldə gedib itbat düşəcək. 3 dənə ördəkdir. 3 dənə ördəyin yəqin qaydasına qalar. Biraz sayısı çox olanda hə ördək bir də görsən ki, itirir ana ördək. Heç maraqlanmır, yadına düşmür, bala görmür, gözündən qaçır. Amma 3 dənə balanı artıq bunun qayğısına qala biləcəkdir. Həm də bunları bir həftə zat bağlı şəraiti saxlayıb buraxmayacağam gölə. Daha sonra da ayaqlaşsınlar, ondan sonra buraxacağım. Zaten yaydı, bir şey olmaz. Yəni soyuq falan da olmaz balalarını. Nə qədər göldə qalırlarsa qalsınlar. Belə dostlar, bunlar haqqında göstərəcəyim başqa bir şey yoxdur. Bugün ayın 15 idi. Yəni basdığımız gündən hesablasaq 31-ci gün çıxmış oldular. Amma mən elə hesablamıram çünki 31-ci gün çıxmadılar bunlar. Çünki mən yumurtaya 2-3 gündən sonra baxanda gördüm ki, yəni bu 3 günün döllülüyü deyil də. Yəni hardasa bunlar 34-cü gün filan çıxdılar. Siz elə hesablayın. Bunu da istedim sizlərə göstərim. Dostlar, bunlar da böyük ördəklərimiz gəldi. Böyük dediyimiz, yəni bunların da günlüklərini sizə deyəcəm. Demək elə içində cəmi 7 ədədi 25 günlük, geri qalanları isə 20 günlükdilər. Cəmi 20 günlükdür. Ölçülərini siz də görə bilərsiniz yaxından. Bu da yem qabıdır. Yəni bu qabdan olanlarda təxmini o qabdan, yəni boyunu ölçə bilərlər də. Ördəklərimin boyu nə qədərdir? Ölçün, rahatlığına görə bilərsiniz. Digər bala ördəklərin yanında demədiyim bir şey var. Elə bu ördəkləri göstərə deyim. Sonra bunların tam olaraq keçəcəm, nə yedizdirirəm, necə gedir inkişafları. O haqqında danışacağam. Digər ördəklərə deyənmədim. Məsələn, o deyənlər var, ördəyim mənim 30 günə çıxartdı, 31 günə çıxartdı, nə bilim lal ördəyim də, lal ördəkdən gedir söhbət. Yəni o elə də mümkün deyil dostlar. İndi istisna hallar bəlkə daha çansı ola bilər, amma yəni bu 99.9% belədir ki, ördək ən azından heç olmasa 34-35 günə çıxardır, lal ördəkdən gedir söhbət. İndi deyirsiniz ki, Ayxan səninki də 31 günə çıxartdı, amma mən sizə indi izah elədim axı. Onu deməyə çalışıram ki, məndə görürsüz, yatıb dururdu, hava isti olduğu üçün dölləmə prosesi gedirdi və bala içində inkişaf edirdi. Ona görə yəni normalda mənim ördəyim 34-35 günə çıxartdı demək olar. Çünki ola bilər ayın 15-i mənim ördəyim 40 yatmışdı. Bugün 31-ci gündür və çıxıb, amma ondan qabaq da yatıb dururdu axı ördək. Ona görə yumurtanın içində inkişaf deyil, yəni inkişaf edirdi. Ona görə yəni bu günə çıxartdı. Normalda yəni belə götürsək 34-35 günə elə mənim ördəyim yenə həminki günə çıxartdı. Yəni bunu nəzərə alın o söz deyəndə ki 30 günə çıxardır lal ördək və yaxud da ki başqa nəsə. Nəysə, keçək bu ördəklərimizə. Bu ördəklərimizə hal-hazırda kənd nömrə 1 yemi verirəm. İnkişafları mənim hal-hazırda çox xoşuma gəlir. Luboy mənim ördəyimlə eyni gündə çıxan, hətta mənim ördəyimdən bir həftə qabaq, yəni 4-5 gün qabaq çıxan ördəklə də belə yarışdıraram ki, yəni mənim ördəklərimdə inkişaf həqiqətən super gedir. Hələ onu deyim ki, mən bunları yaxşı qidalandıra bilmirəm. Hardasa cəmi bunları mən yaxşı qidalandırdım bir həftə. Daha sonrası mən bunları yaxşı qidalandıra bilmirəm. Necə yaxşı qidalandıra bilmirəm? Həyətimdə heyvan çoxdur. Ona görə ördəkləri sadəcə səhər və axşam yedirdə bilirəm. Yəni günorta filan yedirdə bilmirəm. Bunlar da günorta həyətdə, bacıda otla filan yəni yeyib qarnına doyurlar. Normalda bunları gündə 3 dəfə, yəni günortada qidalandırsam inkişafları daha da yaxşı gedərdi. Amma hal-hazırdakı inkişafa görə də normaldır. Çünki mən özüm də paylaşılan kanallarda, bəzi insanlarda baxıram videolarına ki, normalda yəni əvvəl çəkilmiş videolarda olsa baxıram, görürəm ki, məsələn 20 günündə heç bir kimin ördəyi tam olaraq bu boyda olmur da, belə demək lazımdırsa. Yəni olur demirəm ilk bir dənə məndədir bu cür ördək. Yəni o mənada danışmıram. Sadəcə deyirəm ki, yəni bir 90% insandan mən daha yaxşı baxıram da bu lal ördək məsələsinin həqiqətən yəni o türklər demişkən mütəvazı ola bilməyəcəm. Yəni lal ördəyə baxım qaydasını həqiqətən mən tam olaraq bilirəm. Hələ mənim şəraitim yoxdur. İndi deyirsiniz ki, Ayxan, məsələn heyvan olaraq sayına qədər çox deyir ki, 250-300 heyvan nədir ki, güya sən ona yaxşı baxamısan, cəmaət 1000 dənə heyvan baxır, amma belə demək lazımdır. Mənim həm şəraitim tam olaraq o deyil, həm də ki, məsələn 1000 dənə cücəyə baxaram, 250 hal-hazırdakı baxdığım 250 heyvandan mənim üçün daha asandır. Çünki sadəcə bir dənə cücədir. 1000 toyuğa baxaram, bundan daha asandır. Sadəcə bir dənə toyuqdur. Nə bilim, hansı heyvan olur olsun, yəni sadəcə çox olsa belə bir cins heyvan olsun. Məndə var qaz, sesar, hündüşqa, toyuq, çolpa, lal ördək, lal ördəyin böyüyü və balacası. Yəni bunların heç biri hamısı bir yerdə dolanmırlar da, belə demək lazımdırsa. Yəni bütün heyvanların hamısı ayrı-ayrı
qidalanmalıdır. Hamısının ayrı-ayrı yer istəyir. Çünki hansını bir-birindən salırsan, bir-birindən dava edir. Yəni uzaq başı maksimum ya hündüşkanı toyuqla sala bilirəm, və yaxud da ki hündüşkanı cücə ilə sala bilirəm. Digər hamısı bir-birin vurur da. Məsəl üçün qazla ördəyi bir yerə sala bilmirəm. Böyük ördəklə balaca ördəyi bir yerə sala bilmirəm. Yəni mümkün deyil də qısacası. Salsam belə bu səfər yemlənməsində problem yaranır. Çünki hamısı ayrı-ayrı yemlə qidalanır. Məsəl üçün mənim qazım ördəyim kəpək, qara un, arpa ilə qidalanır. Toyuqlarım sırf tək arpa ilə qidalanır. Cücələrim qara un, buğda ilə qidalanır. Hündüşkalarım tək buğda ilə qidalanır. Sesarlarım və onun yanındakı cücələrim onlar da tək buğda ilə qidalanır. Yəni bütün heyvanların hamısının ayrı-ayrı yem rasyonu olduğu üçün onların heç birini bir yerdə zaten yedizdirə bilmirəm, qidalandıra bilmirəm. Zaten mümkün də deyil. Çünki bir-birlərini vururlar. Bəlkə də körpəlikdən hamısını bir yerdə saxlasaydım, eyni məkanda saxlasaydım, bu alınardı. Amma hal-hazırdakı vəziyyətdə alınmır. Körpəlikdə bir yerdə saxlama imkanım yox idi, ona şəraitim yox idi. Nəysə, bu ördəklərimdir. Qabaqlarında kənd bir nömrə bir yemdir. Kənd bir başlanğıcdan sonraki yem gedir də, bu sizə deyim. Hələ bir 5-6 günlük də bu yemdən varımdır. Onu yedizdirəcəm. Bir 5-6 gündə bunu yedizdirəcəm. Daha sonra kesəcəm kənd 2-yə, hansı ki o düyü kimi yem var ha. Ona kesəcəyim inşallah. Bir 10 gündə onu yedizdirib sonra buğdaya kesəcəm. Heç bəlkə gücüm çatmasa bundan sonra buğdaya keçdim. Çünki ara bir buğda atıram bunlara ki öyrənsinlər də, bir ovuc falan götürürlər artıq. Yəni imkanım olmasa, yemi ala bilməsəm bundan sonra buğdaya kesəcəm. Amma sizin əgər gücünüz çatırsa, imkanınız çatırsa, heyvanınız daha iri çəkilir və daha böyük olsun istəyirsiniz, daha ətli olsun istəyirsinizsə, mümkünsə 2 ay, 2 ay yarım hətta ördəklərə bu şəkərli yemdən verirsiniz, hazır yemlərdən verirsiniz. Təbii ki, heyvanlarınız daha yaxşı olacaq. Sadəcə indi kimin imkanı çatır, imkanı çatır. Məsələn, mən bilirəm ki, uzaqbaşı bir 5 gündə bu yem gedəcək. Hardasa deyək ki, böyüklərim içindəki 7 dənə 1 aylıq olacaq, o birisiləri 25 günlük olacaq. Daha sonra bir 10 gündə maksimum bunlara şəkər yem verirəm. Ondan sonra gücüm çatmayacaq. Çünki böyüdükcə yem tələbatları artır. O hazır yemlərdə, o şəkərli yemlərdə baha olduğu üçün təsir olsun ki, mənim çox gücüm çatmayacaq bunları yedirməyə. Burada da su qabları var. Suların içirlər. Ördəklərimiz burada qalır. Buranı zaten tanıyırsınız. Ördəyimiz, toyuğumuz elə burada qırt düşmüşdü, burada yatmışdı. Hündüşka ilə balası da bu qutunun içərisindədir. Oranı qoymuşam. Zaten bunların hələ qanatları falan çıxmadığı üçün turlana bilmirlər. Burada qalırlar. Qazlarımız o çöldə qalırlar. Ördəklərimiz də bunun yan hissəsində, yəni böyük ördəklərimiz də bunun yan hissəsində qalırlar. Yəni qısacası bunların vəziyyətləri budur. Əlimə də alıb sizlərə bu oyunu göstərmək lazım olsa əgər, baxın bu qabla boylarını təxmin edə bilərsiniz yəqin ki. Baxın bu boydanadır. Mənim də əlim bu arada o qədər balaca deyil. Mənim 1.90 boyum var. Əlim maşallah olsun belə lapatka boydadır. Yəni əllərim iridir. Ondan da nəzərə ala bilərsiniz. Yəni belə bunların vəziyyəti bu. Səhər axşam dediyim kimi şəkərli yemlə verir. Günorta yedizməyə imkanım olmur. Çünki çöl toyuq, qaz, ördək hamısı qarışır bir-birlərinə. İmkanım olanda hansısa bunları sallam 3-4 gündür. Gətirəm sallam o biri damlara filan. Qabaqlarına biraz dən atıram o da. Yem qoymuram, dən atıram. Sadəcə bir ovuc filan dən atıram ki, həm dənə yavaş-yavaş öyrənsinlər mədələri, bağırsaqları, həm özləri, həm də günorta az qalmaqdansa ən azından nəsə olsa da getsin mədələrinə, bağırsaqlarına. Gölü öyrəniblər. Bu arada 3-4 gündür göldə, qıraqda üzürlər, hələ kənara getmirlər. Çünki anası var, hələ anaya bağımlıdırlar. Ana qaqqılayan kimi yanına gəlirlər. Anadan çox uzaqlaşmırlar. Amma bir 10 gündən, 15 gündən sonra artıq ananı saymayacaqlar, uzaqlaşıb gedəcəklər. Çünki toyuqda maksimum 2 ay bunları bir yanında saxlayır. Ən yaxşı toyuğum budur. Bu da maksimum 2 ay bunları yanında saxlayır ki, ördəklər ay yarım olandan sonra çox da ananı belə demək lazımsa vezini almırlar da gedirlər. Belə axşamlar burada qalırlar, gündüzlər də səhərdən yedizdirib açıb buraxırıq. Ördəklərlə də bağlı deyəcəklərim bu qədər. Əlavə yenə suallarınız olsa yorumlarda verərsiniz. Yazaram. Növbəti videomda çolpalarda damazlıq seçimi ilə bağlı olacaq. Əslində bugün səhər çəkəcəkdim, amma yuxudan oyanan kimi çox pis bir xəbər aldım. Ona görə çox keyfim pozuldu və getdim cücələri əslində damda saxlamışdım ki, videolarını çəkəcəm və getdim, açdım, buraxdım, çəkmədim videoların, amma yəqin ki, növbəti videomuz onlarla bağlı olacaq. Normalda sizə bugün səhər çolpalarda damazlıq seçimi necə olmalıdır, hansı çolpalarımı damazlıq saxlayacağım, onları göstərəcəyim sizlərə. İnşallah növbəti videomuz artıq onunla bağlı olar. Sona qədər izləyənlərə təşəkkür edirəm. Like atıb yorum atmağı unutmayın. Abunə də deyilsə çox xahiş edirəm, kanalımıza abunə olub dəstək olsa sevinərəm. Dostunuzla, tanışınızla videolarımı paylaşsa da indidən minnətdaram sizlərə paylaşanlara. Çox üzr istəyirəm.